Hər vaxtınız xeyir, xoş gördük sizləri. Mən Nailə Axundova. Bugün sizlərlə şagirdlərimdən birinin ünvanladığı belə bir sualın izahını paylaşacağım sizinlə. Maraqlı sualdır. Gəlin əvvəlcə analiz edək. Sonra addım-addım həll edək. Bəli, uzun versiyalarla bir neçə üsulla həlli vardır. Amma qısa bir versiya ilə gəlin həllə baxaq. Verilənlərə baxsaq, ABC bir üçbucaqdır. AB AD-yə perpendikulardır. Yəni, növünə görə üçbucaq ABD düzbucaqlı üçbucaqdır. Kökdə 3 AC bərabər 4 AD-dir. Yəni, AC 4 hissədir, 4K-dır. AD kökdə 3 hissədir. Burada kökdə 3K-dır. Və BD DC-yə bərabərdir. Yəni, burada AD median rol oynayır. AD mediandır. Bizdən soruşulur həmin bu alfa bucağının dərəcə ölçüsü. Nə edək? D-ni orta nöqtə verməkdən məqsəd həmin bu D-dən yana belə bir paralel çəkməyimizdir. D nöqtəsindən yan tərəfə paralel düz xətt çəksəm, artıq o üçbucaqda orta xətt rol oynayacaqdır. Əgər bura 4K-dırsa, orta xətt olduğundan DM olacaq 2K. DM bərabərdir 4K-nın yarısı bərabərdir 2K-dır. Onda üçbucaq AMD'də bura 2K-dır. AM Pifagora görə bərabərdir kök altında 4K kvadratı çıx. Kökdə 3K kvadratı, yəni 3K kvadratı. Bu da K kvadratı, yəni elə K. Bəs bura K-dırsa, növünə görə verilmiş bu üçbucaq düzbucaqlı üçbucaqdır. Kat hipotenuzun yarısıdırsa və yaxud da ki, tapa bilərəm bu bucağı. Baxın, həmin bu bucaqla bu bucaq, yəni bucaq MDA ilə bucaq CAD bir-birinə bərabər olan bucaqlardır, daxili çarpaz bucaqlardır. Onda bucağın sinus ilə da tapa bilərsiniz, kosinus ilə da tapa bilərsiniz. Hətta 30 dərəcəli bucaq qarşısındakı kat hipotenuzun yarısı ilə onu təcrübədən də çıxarış eləyə bilərsiniz, 30 dərəcədir. Amma mən bucağın sinusu ilə gedəcəm. Sinus alfa bərabərdir. Üçbucaq MADD. Qarşıdakı katetin hipotenuzu olan nisbəti AM-in MD-yə nisbəti K bölünsün 2K 2də 1. Alfa bərabərdir 30 dərəcə. Alfa 30 dərəcədirsə, soruşulan CAD bucağı alfa 30 dərəcədir. Cavabımız B variantı. Hələlik bu qədər. Gələn videolarda görüşərik. Sağ olun.